Dostlar, gəzə-gəzə gəldik hara? Qaxam. Qaxam. Gözəl qaxımıza gəldik. Dostlar, Qax Azərbaycanın ən qədim və zəngin tarixinə malik olan bir rayonlarından biridir. O qədər də gözəl şəhərdir ki, biz bir dəfə gəzintiyə də gəlmişik, amma çəkiş eləməmişik. Çox gözəl və təmiz şəhərdir. Bəli. Mərkəzi hündürlüyü nə qədər idi? 206 metr dəniz səviyyəsindən. Yəni hündürlükdə yerləşir. Əhalisinin sayı son hesablamalara görə 56.900 nəfər təşkil eləyir. Allah olsun. Yaradılıb 1930-cu ildə, o da eynən Oğuz kimi 8 avqust 1930-cu ildə yaradılıbdır. Biz tam vaxtında gəlib çəkmişik. Ümumidə Bakıdan da Qaxa olan məsafə ümumidə 338 kilometrdir. Qeyd etdiyimiz kimi Qaxın şəhərindəyik indi hal-hazırda. Yəni görün necə gözəl, təmiz, sakit şəhərdir. Həqiqətən mən bu şəhərin heyranıyam. Necə Say xanım? Necə yerdir? Gəzlər, gəldik gəzə-gəzə hara? O məşhur, yəni qədimi Ulu Körpüyə. Ulu Körpünün tikintisi ilə bağlı kənd sakinlərinin müxtəlif rəvayətləri var. Rəvayətlərdən biri də kənd ziyalısı Azər Qocayevin bildirinə görə rəvayətlərdən biri də ondan ibarətdir ki, həmin məhz bu körpünü İlisu Sultanı Sultan Əli inşa etdiribdir. Onu da deyim ki, bu körpüyədək çoxlu sayda körpü inşa elətdirib, sadəcə olaraq dağlardan axan güclü sel suları həmin körpüləri dağıdıbdır. Sultan kənd sakinlərini yığıb bir araya bildirib ki, əgər kimsə belə bir körpünün inşası üçün əlverişli bir nöqtə tapsa, ona muştuluq verəsən. Rəvayətə görə İlisu sakini Ömər adında bir nəfər olub. O həmin, baxın gördüyünüz bu yeri tapıb, bu ərazini tapıb və sultana deyib ki, mən tapdım ərazini. Sultan gəlib, baxıb əraziyə, bəyənib və burada həmin bu ulu körpünün inşasına başlayıb və inşa elətdiriblər və bu günə dək də həmin bu körpü çoxlu sayda hər il demək olar ki, sel sularına da məruz qalsa da belə. Amma körpü öz dayaqlığını qoruyub saxlayıbdır. Sağ olsun Ömər. Deməli dostlar, Sultan da verdiyi sözü əlbəttə ki, əməl edir və muştuluq olaraq Ömərə Ərtücün dağı var. Həmin dağı hədiyyə eləyir. Soruşarsınız, dağı neynirlər? O vaxtda insanlar öz yaşamları üçün dağlar onlara çox vacib idi. Nəyə görə? Öz mal qaralarını, təsərrüfatlarını məhz həmin dağlarda otarırdılar. Ərtücün dağı da o vaxtda İlisunun ən belə bağlı bəhləli, ən gözəl bağlı bəhləli dağlarından olmuşdur. Ona görə hədiyyə vermişdir. Dostlar, bu körpünün inşasında əhəngdən, çiğ kərpicdən və deyilənə görə inşaat materialı kimi yumurta sarısından da istifadə olunubdur. Hara? Sumuq qalasına. Dostlar, Sumuq qalası Qaxın İlisu ərazisində yerləşir. Tarixi abidə hesab olunur. Sümük kimi möhkəm olduğuna görə kənd sakinləri Sumu qalası da adlandırırlar. Lakin bu qala da təbii fəlakətlər bunun başından yan keçməyibdir. Təbii fəlakətlər nəticəsində qalanın yuxarıdan kərpic olan hissəsi uçquna məruz qalıbdır, dağılıbdır və sel sularının gətirdiyi çınqıl və qumlar qalanın aşağı ətrafına toplanmışdır. 2006-cı ildə Mədəniyyət və Turizm Nazirliyi bu qalanı bərpa eləyib, tikintisini bərpa eləyib, yeniləyib, yəni tam sıfırdan yeniləməyib. O, hansı ki, bir yaxlar qeyd eləmişdim ki, ətəyinə daş, çınqıl, qum dolmuşdu, onu təmizləyib,
yuxarı ətrafını, kərpic hissəsini təmir eləyib və təkrarən sel suları gəlib qalaya ziyan vurmasın deyə su ötürücü kanal da tikilib ki, sel suları, daşqınlar olsa belə qalaya heç bir ziyan vurmur. Vurmasın. Yəni fəlakətlərdən qorumaq üçün çox gözəl şəraitlər eləyiblər Və də. onu deyim ki, həmin o dövrdən 2006-cı ildən bu yana da mədəniyyət abidəsi kimi dövlət tərəfindən qorunur. Qala nə üçün inşa olunmuşdu o vaxtı? Müdafiə qalası. Burada ancaq çay daşları istifadə olunubdur. Çay daşları və kərpicdən, pişmiş kərpicdən istifadə olunubdur bu qalanın tikintisindən. Çox gözəldir. Gəzdik, gördük. Sumux qalası dostlar, gördüyünüz kimi qalanın ümumi görünüşü belədir. 17-ci əsrin axırı 18-ci əsrin əvvəllərində inşa olunubdur. Onu da qeyd edim ki, qalaya giriş ödənişlidir. Böyüklər üçün 1 manat, məktəblər üçün isə 20 qəpik ödəniş tələb olunur Sumux qalasının içərisinə daxil olmaq üçün. Yoruldunuz? Aclıq. Gedək yemək yeyək. Əsas sən yoruldun. Nəsən çox əziyyət çəkdin. Çünki əsas mən havzımla çəkmişəm. Bəli, kamera arkası bizim xilaskarımız. Səni bəyənsinlər videomuzu, çünki əziyyət çəkib Zeyidə Videomuzu görə. bəyənsinlər. Deməli, bu nə yeməkdir? Sürhüllü. Sürhüllü yemək. Deyirlər ki, qaxa gələnlər bunu yeməlidir. Bizim də sifarişimiz bu oldu. Sürhüllü. Bu xəmirdir, bu tikə ətdir yəqin. Bununla yemək lazımdır. Bu turşusudur. Bu sarımsaqdır. Sirkə ilə yəqin sarımsaq. Axşamınız xeyir olsun. Vaxtınız xeyir olsun dəyərli izləyicilər. Uzun yoldan sonra artıq biz Bakıya çatırıq. Ümumilikdə Oğuz Qax macəramız, gəzintimiz 88 manat 40 qəpik təşkil elədi. Düzdür, biz bir yerdə gələndə çay fasiləsinə dayanmadıq. Nəyə görə? Çünki yolumuz uzaq idi. Yəni çalışdıq ki, nə qədər tez gedək, çəkilişimizi edək. Qaxda, özünüz də görürsünüz ki, Qaxda əyləşmişik, elə orada da nahar fasiləmizi elədik. Çayımızı içdik, yol üstü də yenə saxlamadı. Çünki artıq ki, saat gecə idi. Biz Qaxdan çıxanda saat 5-in yarısı idi artıq ki. Oradan da bura bir 5 saatlıq yol var idi. Bəyəndiksə videolarımızı bəyənin, paylaşın, qayd edin, fikirlərinizi, rəylərinizi yazın. Çox sağ olun, izlədiyiniz üçün hər kəsə təşəkkür edirik. Gözəl oğlanın da əziyyətini yerdə qoymayın.